Zahir bəy, gündəmin əsas mövzularından biri İran prezidenti Məsud Pezeşkiyanın istefa verməsi haqqında xəbərlərdir. Daha doğrusu istefa ərizəsi yazıb İranın ali dini lideri Xamneyiyə təqdim etməsi ilə bağlı və İran mediası yazır ki, Xamneyi istefanı qəbul etməyib və Pezeşkiyanın əslində hansı səbəbdən istefa verməsi haqqında biz burada qonaqlarımızla çox danışmışdıq. Özəlliklə onun komanda formalaşdırılması məsələsində qarşısına çıxarılan çətinliklər, onun hər hansı müstəqil addımlar atmasına qarşı ciddi dirənişlər təbii ki, onu bir şəkildə verdiyi vədləri yerinə yetirməməsinə gətirib çıxarır. Görünür ki, Pezeşkiyan yəni bu şəraitdə işləyə bilmirəm bir gərəkçəsi ilə ali dini liderə özünün istefa ərizəsini təqdim edib. Qəbul ediləcəkmi bu məsələ, yenidən müzakirə olunacaqmı, olmayacaqmı? Bu yəqin ki, növbəti günlərdə aldığımız bilgilərdən asılı olacaq. Amma İran gündəmi kifayət qədər ciddi şəkildə qaynamaqdadır. Həm prezidentin istefa ərizəsi yazması, onu da etiraf eləyək ki, sıradan bir məsələ deyil. Bir neçə nazirin istefası və prezidentin istefa ərizəsi yazması bir böhran varlığından xəbər verir. Eyni zamanda Ankara ilə Tehran arasında gərilmə nöqtələrinin yaranması, xarici işlər nazirlərinin söz atışmaları, eyni zamanda hər iki ölkə səfirlərinin xarici işlər nazirliklərinə çağırılması. Onu deməyə əsas verir ki, İran yenidən bu gərgin gündəmini davam etdirməkdədir. Nələr gözləyirsiniz bu prosesdən? Fikirləriniz maraqlıdır, buyurun. İranda böhranın çıxacağı gözlənilən idi. Məhz Pezeşkiyanın seçilməsi də əslində elə İranın böhran vəziyyətində olmasından xəbər verir. Çünki adi halda, belə deyirik, ştat rejimində heç vaxt Pezeşkiyana seçilmə icazə verməzlər. Ondan əvvəl onu Təbriz Qəyyumlar Şurasına seçməmişdilər. Hətta namizədliyini iki seçki qeydiyyata almamışdılar. Və Pezeşkiyanın seçilməsi İranın dini siyasi rəhbərliyinin yeni çağırışlara cavab vermək cəhdi idi. Bu çağırışlar hansıdır? Birincisi, təmərküzləşən Türk dünyası, Türk Dövlətləri Təşkilatının yenidən güclənməsi, yəni institusional olaraq güclənməsi və artıq hər hansı bir mədəni birlik kimi yox, hərbi siyasi birliyə çevriləcək qədər inteqrasiya impulsunun olması idi. Yəni, bu bir və ikincisi, İranın öz daxilində başlayan proseslər idi və bilirik ki, orada Cənubi Azərbaycan faktoru yeni ön plana çıxdı. Və bu seçkilərin də taleyini Cənubi Azərbaycan seçiciləri həll elədilər. Və Pezeşkiyanı seçməklə İran dini siyasi liderləri hesab elədilər ki, rəsmi Tehran yaxşı bir fiqurla önə çıxmaqla bu tendensiyalar öz lehinə çevirə bilər. Və doğrudan da Pezeşkiyan seçiləndən sonra siz baxsanız, Cənubi Azərbaycanda proseslər müəyyən qədər siyasi xarakter aldı. Yəni o inqilabi impuls sanki zəiflədi. Yəni dalğalanma müşahidə olunmadı. İnqilabi deməyək, yəni o etiraz impulsu sanki küçələrdən diskussiya mühitinə keçdi. Azərbaycan dili ilə bağlı məsələlər başladı. İran prezidenti Pezeşkiyan özü söz verdi ki, İran konstitusiyasının dil azadlığı və ədiliyyə maddəsini işlək hala gətirəcək. Yəni artıq küçələrdən, meydanlardan diskurs gəldi zallara, kabinetlərə və əslində İranın dini siyasi rəhbərinin məqsədi bu idi. Küçədən Cənubi Azərbaycanlılar gəlsə və müzakirə başlasa. Prinsipcə bu müsbət nəticələri versəydi pis deyil. Lakin biz baxırıq ki, İran dini siyasi liderləri hələlik bu məsələdə irəli addım atmaq istəmirlər. Doğrusu mən bunda bir müsbət nəticədə gözləmirəm. Bu bir aspektdir. İkinci aspekt dünyada baş verən dəyişikliklər və Amerikadakı mümkün hakimiyyət dəyişikliyi. Pezeşkiyanın BMT tribunasından çıxışı doğrudan tarixi bir çıxış idi. Amerika Birləşmiş Ştatlarına qeyd etmək ki, gəlin qardaşlaşaq. Bəli. Bunu Pezeşkiyanın deməsi daha təbii göstərdi. Bunu istənilən İran nümayəndəsi çıxıb deyə bilərdi. Amma bunu nə dərəcədə səmimi qəbul edəcəklər, etməyəcəklər. Amma Pezeşkiyan deyəndə ümid var idi ki, Pezeşkiyan deyəndə yeni fiqurdur və korrupsiya bataqlığına batmayıb, İranda xüsusi klanlarla bağlılığı yoxdur. Və bu həm də məhz dini liderin icazəsi ilə seçilən şəxsdir. Onun çıxışı kifayət qədər reaksiya doğurmadı. Yəni siyasi müzakirələr oldu, diskurs keçdi və əslində ümid o idi ki, Amerikalıların yeni bir səhifə açmaq mümkün olacaq. Lakin hələlik bu mümkün deyil, amma cəhd olundu bundan bağlı.